Əvvəla Çoban Yastığı qrupu bugün açıq məşğələsi idi. Məktəbə hazırlıq qrupudur. Qrup tərbiyəçisi Həva müəllimə. 28 dəqiqə oldu. 28 dəqiqə oldu məşğələ. Məşğələnin saatının hardan gəlib, hardan keçdiyini mən şəxsən hiss eləmədim. Məşğələdə dincəldim. Əvvəl istədim, elə bildim ancaq cəm şəklində cavablar edəcəksiniz. Onu bir mənfi rəy kimi verəcəkdim. Sonra gördüm, amma individual yanaşmanız da oldu. Ümumiyyətlə bir direktor olaraq, bağça rəhbəri olaraq çox qürur duydum. İkinci artıq böyük məktəbə hazırlıq qrupumuzda açıq məşğələdəyik. Deyərdim ki, bugün məktəblərdə birinci siniflərin bildiyi, birinci siniflərin istər hərfləri tanımaları olsun, istər məntiqləri olsun, istər ətraf aləmlə tanışlıq olsun. Yəni bir məşğələdə hətta mən bir direktor kimi o qədər hər sahəyə inteqrasiya elədiniz ki, fiziki tərbiyə olsun, ətraf aləm olsun, yəni hər bir yerə inteqrasiya oldu. O çox gözəl bir nəticə idi. Qeyd elədiyim uşaqlar oldu, Aysudan, Leyladan, Yusifdən. Çox gözəl istifadə eləmək olar, nitqləri ilə hansısa videoları çəkməkdə, hansısa bir tədbirdə çox gözəl nitqləri var idi. Camalın hətta bəzən oyunda uşaqların idarə etmə sözləri çox xoşuma gəldi. Oyun maraqlıydı, əl işi maraqlıydı. Bir uşaqlara individual yanaşma ki, hər birinin sayı qədər ağacların olması və yapışdırılması. Əvvəlki qrupda sertifikatın verilməsi, indiki qrupda medalyonun verilməsi özü də bir motivasiya çox gözəl idi. Yəni, mən dincəldim və həqiqətən də yenə qürur duydum ki, belə bir bağçanın rəhbəriyəm və belə bir kollektivi toplaya bilmişik və indiyə qədər seçdiyim sıfırdan bizlə olan tərbiyəçilərin xüsusi də bir yeri olur ki, elə bir bizim zəhmətimiz də vardı onun üzərində düşünürük ki, ona inanmaq, ona güvənmək. Yaxşı ki, sizə inandıq və yaxşı ki, sizə güvəndik. Həqiqətən mən xoşuma gəldi. Həyəcan o 20 ilin müəllimləri var ki, biz məktəbdə uşaqlarımız üçün gedirik açıq dərsə. 20 ilin müəllimlərində həyəcan hissi olur. Yəni, və yaxud heç bizim öz müəllimələrimizdə belə 10 ilin müəllimələri. Yəni, həyəcan hissinin olmağı normaldır. Əsas o həyəcanı idarə etməkdir. O idarə olundu.